Supra balığıdır, Qaradenizə məxsusdur, Türkiyədən gəlir. Qaradenizdə bu təbii balıqdır, bunun heç bir yetişdirməsi yoxdur. Bunu mən satırdım, yarım markadan qabaq kilosu 7 manata, yarım markada kilosu 6 manatadır. Bunu ki satırdım 6 manata, yarım markada kilosu 5 manat. 5 manat. Buyurub görək. Neçədir? Bu 13 manat. Bu yerli falyondur, bu sağ falyon. Bu sualım. Bu nədir balıqdır? Burada sazandır. 3 manatadır ya. Bundan qabaq 8 manataydı, yarım markada 6 manata. Yarım markadan qabaq 22 manatdır, yarım markada 20 manat. Əldə edə bilərsiniz. Sudaklarımız Mingəçevir sudakıdır. Yarım markadan qabaqçı qiyməti 10 manatdır, yarım markada 8 manat. Pişmiş krevetkalarımızdır. Manatlardır. Kilosu. Tanı balığı 6-7 manat. Sazan 7-8 manat, təbii sazandır. Hər vaxtınız xeyir olsun. Bugün Bakıda təzə bazar açılıbdır. Çeşlə balıq bazarı, köhnə təzə bazar. Ben gəlmişəm vlog çəkəm. Sərdə maraqlı məhsullar var. Ünvan yerləşir üçün. Deməli dostlar, balıq, çeşlə balıq bazarıdır bura. Sağ tərəfdə Bravodur. 7B7A gəlir bura. 20 yanvar metrosundan da gələ bilərsiniz bura. Metrodan düşüb yəni rahat gələ bilərsiniz. Bu videoya yaxşı bəyəni gəlsə, yaxşı şərh gəlsə, buradan növbəti videolarda hazırlayacağım. Tam ətraflı yol göstərəcəm. Və bazar bugün açılıbdır. Balığın qiymətini verin. Hə, burada balıqların qiyməti. Əvvəl birinci yarım markadan qabaqçı qiymətdən verdim, görə yarım marka. Bu yarım markadır bu günləri. 3 gün yarım markadır, 12 10 verdim. 14 yarım Bizdə marka. bazar məsələsi yox. Ha, bugün açılış o bura dolu olacaq da həmişə balıqla sezon gəldikcə. Sezon təzə başlayır, çeşidlər azdır polkalarda. Sezon artdıqca Və bu saçbaş qalırlar, gah deyirlər şeydə balıq bazarı. 80%'imiz burada. Burada da klientlər gəlib buradan tapa bilərlər də. Və burada nədir o balıq? Çupra balığı. Vurursan qızmamışdır. Hə, başdır. Bu çupra balığıdır, Qaradenizə məxsusdur, Türkiyədən gəlir. Qaradenizdə bu təbii balıqdır, bunun heç bir yetişdirməsi yoxdur. Bunu yarım marka gününü satırıq 16 manat 50 qəpiyə. Yarım markadan qabaqçı qiyməti 18 manatdır, 700 qramlıqlardır. Krevetkalarımız vardır, pişməmiş krevetkalar. Yarım markadan qabaq 22 manatdır, yarım markada 20 manat. Əldə edə bilərsiniz. Sudaklarımız Mingəçevir sudakıdır. Yarım markadan qabaqçı qiyməti 10 manatdır, yarım markada 8 manat. Pişmiş krevetkalarımızdır, həmin o krevetkanın pişmiş versiyası. Yarım markadan qabaq 30 manat olur, yarım markada 28 manat. Farellərimiz. İran farelləri də əti qırmızı fareller. Baba çürüsü də içində siverc vəziyyətdir, gördüyünüz kimi. 11 manatdır, yarım markada 10 manat. Doğrama təmizləmədə içində. Kür fareləri. Bundan qabaq 8 manataydı, yarım markada 6 manat. Hamısının kür beramıdır. 15 manata, 16 manata olan kür beramırı bizdə 12 manatadır. 12 manat. Davi kür beramırı, bəli. Hamısının sazanlar. Kür sazanıdır burada. Kilosu 8 manata. Sezon boyu olacaq da burada. Sezon boyu olacaq. Bir balıqlarımız qardaş. Baba bunu mən satırdım. Yarım markadan qabaq kilosu 7 manata. Yarım markada kilosu 6 manatadır. Bunu ki satırdım 6 manata, yarım markada kilosu 5 manat. 5 manat. Buyurub gələ bilərsiniz. Ünvanımız 3-cü mikrorayonda Çeynə avtobalarımız var. Sizdən hər nətər gəlib tapa bilərlər. Biz çoxsa bilmirlər rahat gəlməyi. Yerin avtobusuna Buradan keçir ya. bütün marşrutlar keçir. Bravo'nun yanında bütün marşrutlar dayanır. 20 yanvar dairəsindəki bütün marşrutlar buradan yoldan keçir. 20 yanvar metrosunun yanında Bravo var. Oradan bura 5 dəqiqə 200 gəlir. metr yoldur. Aha, rahat sata bilər. Bazar olsun. Sağ olun. Sonra gedək göstərəyə görə. Bazar bugün açılıbdı, təzə açılıbdı. Burada balıq çeşidləri boldur. Yəni sezon boyda olacaqdır balıqlar burada. Mən çalışıram bütün balıqlar eyni olmasın da fərqli balıqları çəkəm. Farel var, belə diri farel var, yerli farel. Bu 13 manat. Onu göstərməsə əlində. Onu tutmaq biraz çətindir. Neçədir? Bu 13 manat. Bu yerli fareldir, bu sağ farel. Bəli. Bunlardakı bunlar neçədir? İçəridə də var ha, o şeydir, paçok. Onu belə götürmək olaraq maraqlı ilə balıqlar belə.
Bunlar çəkirəm, vlog çəkirəm, video reklamı. Mən səni çəkmişdim şeydə, o birisi Keşlə bazarında. Olar. Bunlar nə qiymətlərini deyə bilərsiniz, şimdi gəlsinlər. Deyirəm, aslında çəkimiz azdır, elə malımız qalmır. Ha, indi var, sonra o krevetkalar da. Krevetkalar bunlar 5 manat. Bu 5 manat. Onlar 28 manatdır. Var 28-ə. Onlar 21 manat. Fərqli görsən. Hə, balaca. Onlar okeandır, bunlar miniatür. Çevir, aha, olsun. Balıqlar da, Kanı balığı. hani balıqlardır. Bunlar kilosu. Kanı balığı 6-7 manat. Sazan 7-8 manat, təbii sazandır. Balıkçan belamoru var 7 manat. Parellərimiz var 10-11 manat. 11 manat. Ola, 12 manat yəni biraz böyük olsa da. Staklarımız var. 6-ya var, 7-yə var. Çik krevetkamız var 19-a. Beligamız var. Daha çox 30-a. Yox, o almavanda. sezon boyu, Supra var. 16 manata. sezon boyu olacaq da bu hamı. İnşallah, bəli. İnşallah. Davamlı bugündən başlayırıq. Bazarınız olsun. Sağ olun, var olun. Bazar təzə açılıb bu günlər açılıb da. Bazar bu günlər açılıbdı. Yəni ki, inşallah burada yəni ki, sezon boyu yaxşı geniş çeşiddə balıqlar olacaq. Görün neftçalar balıqlarını da çəkəcəm burada. Görün onlar nədirlər. Hə, neftçalar balıqları. Yəni bunları çəkəcəm, diri balıqları göstərəcəm. Bunlar da diri balıqlar. Tamam ora. Bu balıqların qiymətini deyə bilərsən. Bu nədir balıqdır? Burada sazandır. 3 manatlar ya. 4 manat. 4 manat. Orada da var balıqlar. Yox, bunlardan belə. Hə, eyni balıqlar. Elə mobil. 5.56. 5 oldu. Bazar bugün açıldı, yəni təzə açıldı bu günləri. Biz ona görə yəni ki, çeşidlər azdır, amma ki olacaqdır yəni çeşidlər. Bu günləri açılış gündür bazara. Sol tərəfə gedəcəm, orada meyvə tərəvəz də var, onu da çəkib göstərəcəm. Nar da var, qarpız, yemiş, köhnə təzə bazar. Yanında da Keşlə balıq bazar. Böyle dostlar, hələlik növbəti videolarda görüşəndə.